3 nümunə sizə deyəcəm. Misal üçün, pasiyent özü üçün sosial təhlükəlidir. Bu vəziyyət olanda ən yayılmış misal depressiya. İnsan depressiyadan əziyyət çəkir, yavaş-yavaş maraqları azalır, özünə qulluq itir, insan depressiv vəziyyət inkişaf etdikcə həyat eşqi itir və nəticədə ən qorxduğumuz intihar halı ola bilər. İnsan digərləri üçün sosial təhlükəli necə ola bilər? Misal üçün psixotik halı. Şizofreniya xəstəliyində ya bipolar pozuntu vəziyyətində, ya hansısa psixoaktiv maddənin qəbulu nəticəsində yaranmış psixotik hal artıq digərləri üçün, ətrafdakılar üçün sosial təhlükə kəsb edə bilər. Əgər pasiyentdə misal üçün imperativ hallüsinasiyalar var. Sadə dillə desək, beynində səslər ona nəsə əmr edir. Kimisə vurmaq, öldürmək, ya hansısa bir təhlükəli bir davranışı yerinə yetirmək. Və üçüncü, insanlara əgər dərhal yardım göstərilməsə, özü üçün ya ətrafdakılar üçün necə sosial təhlükəli ola bilər? Demensiya xəstəsi. Demensial xəstələr yavaş-yavaş getdikcə gündəlik bacarıqları itirirlər. Yəni kontrol itirirlər, yaddaş gedir. İnsan sadəcə qazı yandırıb söndürməsə yanğı baş verə bilər. Ya insan yaddaşı itirəndən sonra evdən çıxıb evə yol tapa bilmir və yaşlı insan maşının altına düşə bilər, ya hansısa başqa bir təhlükəli bir vəziyyətə düşə bilər. Ona görə bu vəziyyətlər yarananda mütləq mümkün qədər yaxında olan psixiatra ya kliniki psixoloqa müraciət edib bu vəziyyətin qiymətləndirilməyi tövsiyə olunur.